Əgər siz də tualetdən sonra ağrı, yanma və ya qanaxma hiss edirsinizsə, diqqətli olun. Bu bəzən sadəcə narahatlıq deyil, babasilin ilk xəbərdarlığıdır. Amma qorxmayın. Bu videoda xəstəliyin yaranma səbəbləri və qısa zamanda əməliyyatsız, dərmansız sadəcə ev üsulları ilə müalicəsi haqqında danışacağam. Odur ki, videonu sonuna qədər diqqətlə izləyin. Çünki sonuncu üsul sizi ağrılardan tamamilə qurtara bilər. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Babasil anal bölgədəki əzələ quruluşudur. Təbii ki, toxumalardan, qan damarlarından ibarətdir. Bu əzələ normal iş rejimində, nəcisin atılmasında iştirak edir. Narahatlıq o zaman yaranır ki, toxumalarda hər hansı infeksiya baş qaldırır, yaxud müəyyən zədələnmə olur. İlk simptom çölə çıxarkən hiss edilən ağrıdır. Babasilin 4 növü var. Birinci daxili babasil, ikinci xarici babasil, üçüncü babasil düyünü, dördüncü babasil trombozu. Babasilin yaranma səbəbləri isə çoxsaylıdır. Genetika, gündəlik pəhrizdə, lifli qidaların normadan az qəbulu, oturaq həyat tərzi, hamiləlik, qəbizlik, piylənmə, ədviyyatlı və ayaqüstü yeməklərin mütəmadi qəbulu, az maye qəbulu, ağır yük qaldırmaq. Simptomların ardıcıllığı belədir. Çölə çıxarkən ağrı, anal nahiyədə qanaxma, anusda şişkinlik, anus yaxınlığında qaşınma kimi müşahidə edilir. İndi isə keçək babasildən təbii yolla xilas olma yollarına. Birinci üsul zamanı bizə duz və gliserin lazım olacaq. Babasil xəstələri duz-gliserin qarışığından istifadə etməklə ağrıdan və qanaxmadan qurtula bilərlər. Bunun üçün 2 xörək qaşığı gliserin, 2 xörək qaşığı duz götürün. Bunları yaxşıca qarışdırın. Bir parçanın üzərinə çəkin və anus bölgəsinə qoyun. 20-25 dəqiqə gözləyin. Bir müddət sonra müalicəni təkrarlayın. İkinci üsulumuz gənəgərçək yağıdır. Gənəgərçək yağı göbələk və iltihab əleyhinə xüsusiyyətlərə malik antioksidantdır. Buna görə də ağrı kəsici effekti verir. Toxumalardakı şişkinliyin həcmini azaldır. Bunun üçün 3 milli gənəgərçək yağını meyvə-tərəvəz şirəsinə, çaya və ya südə qatın. Hər gün bu cür gənəgərçək yağı qatılmış maye qəbul edin. Üçüncü yol liflə zəngin qidalanmadır. Artıq bilirik ki, bağırsaqların, ümumiyyətlə həzm sisteminin sağlamlığı üçün liflə zəngin qidaların qəbulu şərtdir. Liflər özündə su saxlamaq qabiliyyətinə malikdir. Dolayısıyla lif sayəsində nəcis daim yumşaq, yəni sulu olur. Babasilə yaxalanmamaq, yaxud ondan xilas olmaq üçün müəyyən pəhriz saxlanılmalıdır və həmin pəhrizə ciddi riayət edilməlidir. Babasil pəhrizinə daxil olan lifli qidalar bunlardır: qəhvəyi düyü arpa, yulaf təzə meyvələr, tərəvəzlər, çiyələk albalı ərik yarpaqlı və rəngli tərəvəzlər. Bundan əlavə 1 çay qaşığı kokos yağı götürün və ona 2də 1 çay qaşığı sarı kök əlavə edin. Yaxşıca qarışdırın və pambıq tamponunun köməyi ilə anusun iltihablı bölgəsinə çəkin. Bir müddət gözlədikdən sonra ilıq suya 2də 1 stəkan kokos yağı əlavə edin və su soyuyanadək içində oturun. Bu vanna da iltihabın həcmini azaldacaq, ağrıları aradan qaldıracaq. Unutmayın, babasili vaxtında müalicə etmək həm sağlamlığınızı, həm də gündəlik rahatlığınızı qoruyur. Əgər bu üsullardan hansınısa sınamısınızsa, nəticəni şərhlərdə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.